Bu hərəsi bir nəfərlik porsiyadır. Bəli, 3 dənə. Mən 3 dənə eləyirəm. 3 nəfər üçün bir-biri petruşkan, bu petruşkadır. Belə bir çəngə. Limonlar böyük olanda, yaxşı soçlu, sulu olanda yarım limon. Burada mən 1 limon yarı əlavə eləyəcəm 3 nəfərlik. Xırda olanda yəni ki, bir əlavə edirəm. Buna iri limondur, özü yumşaq, qəşəng limondur. Ona görə bir dənə də yarı da əlavə eləyəcəm. Bura biz əlavə eləyirik 1, 2, 3 stəkan su. Mən petruşkanı telefon əlimdə çəkə bilmirəm deyə belə xırdaladım əlimlə. 3-4 yerə belə bölüşdürdüm. Bu arada da çox gözəl qoxusu gəlir petruşkanın. Zəyi ilə bir yerdə belə atdıq. İndi limonları sıxacağam içinə, limonları. Əgər tumu varsa, düşürsə onu içindən götürürük. Bu qəşəng limondur. Limon sıxanınız varsa onunla da eləyə bilərsiniz. Bu da bax sıxdığım limonlar içindən tumlarını da götürdüm, atdım bura. Şu stəkan bu cürə su alındı. Bunu indi üçümüz də evdə içəcəyik. Çox ləzzətli olur. Kimin təzyiqi aşağıdırsa, buna bir qaşıq bal da əlavə eləyə bilər.